Ümumiyyətcə, hər bir qadın reproduktiv dövr dedikdə biz 42-43 yaşına qədər nəzərdə tuturuq. Hətta klimakterik dövrdə olan hər bir qadın ginekoloji müayinədən keçməlidir. Bəli, bugün bizim yaşlı nəsil dedikdə 60 yaşdan yuxarıda olan xanımlarımız əllərində aspekt gətirirlər ki, biz artıq doğmayacaq, doktor ayıb deyilmi ginekoloqa getmək və yaxud da ki, bəziləri olur ki, həyat yoldaşlarını itirirlər. Doktor, mənim heç həyat yoldaşım yoxdur, ayıb olar mən ginekoloqa gəlsəm. Bu fikirlərlə müayinələrdən yayınırlar. Lakin hər bir qadın, istər 50, 60, 70 yaşında o bir xanımdır və əlbəttə ki, öz qadın sağlamlığının keşiyində durmalıdır. Bugün ən çox qadınlarımızın problemi, məsələn, sidik saxlanmaq problemi var. Hansı ki, yaşlı nəsil bunu çalışır gizlətsin, qızından, gəlinindən, oğlundan, utanır öz problemini deməyə. Lakin əslində bu problem çözülən bir problemdir və mütləq şəkildə ginekoloqa müraciət etməniz vacibdir. Bununla yanaşı, bəzən heç bir şikayətiniz olmadan hətta ginekoloqa getməniz vacibdir və ginekoloji sırf ginekoloji müayinələrdən keçməyiniz, uşaqlıq boyundan yaxma verilməsi, bir ultrasəs müayinəsinə aparılması vacibdir. Çünki bəzən sizin şikayətiniz olmadan bir həkim olaraq biz ortaya ya ən axırıncı mərhələdə olan bir xəstəliyi önə çıxardırıq və yaxud da ki, o xəstəliyin erkən dövründə olduğumuz bir vəziyyəti aşkar edirik və əlbəttə ki, pasiyenti xilas edə bilirik.